Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu dəfəki video izahımızda 2025-ci il DİM test toplusu ikinci hissədən histologiya bölməsinə aid olan 100-cü sualdan sonraki testlərin izahlarını verəcəyik. Başlayırıq 101-ci sualda. Deyir ki, verilən qrafikə əsasən işarələnmiş orqanoidləri membranlarındakı lipid cərgəsinin sayına müvafiq olaraq soldan sağa düzgün ardıcıllıqla müəyyən edin. Baxırıq ki, burada A-da və Y-də 4 dənə lipid cərgəsi var. Demək ki, bunlar 2 membranlı orqanoidlərdir. B-də və D-də 2 lipid cərgəsi var. Demək, bunlar 1 membranlı orqanoidlərdir. C-də isə lipid cərgəsinə rast gəlinmirsə, demək ki, bu membransız orqanoiddir. Baxıram, A bəndində A-ya leykoplast uyğun gəlir. 2 membranlıdır, doğrudur. B-yə Hodge kompleksi uyğun gəlib, bu da doğrudur. C-də lizosom bir membranlıdır, membransız deyil. Ona görə getdi. B variantında mitoxondri, lizosom, hüceyrə mərkəzi doğru gəldi. Amma xloroplast 2 membranlıdır, 4 lipid cərgəsi olacaq. D-də amma 2 lipid cərgəsi verilibdir. Ona görə B variantı da getdi. C-də xloroplast, lizosom, ribosom, Golgi kompleksi, xromoplast. Bəli, tamamilə doğru qeyd edilmiş olur. Xloroplastda 4 lipid cərgəsi, lizosomda 2 dənə, ribosomda yoxdur. Golgi kompleksində 2 dənə və xromoplastda 4 dənə lipid cərgəsi var. Yəni doğru cavabımız C bəndi olacaq. 102-ci sualda sxemdə X və Y-i nəzərə alaraq nömrələnmiş orqanoidləri müəyyən edin. Fotosintez edən yaşıl bitki hüceyrəsində X membranlı orqanoiddir deyir. Y üzüm maddə sintezi eləmiş olur deyir. Yəni bu şəkildə membranlı quruluşa aid olanlar demək, X həm 1-ə aiddir, həm 2-ə aiddir. 1-dən 2 hər ikisi membranlı quruluşa malik olmalıdır. Ona görə bax, burada ribosom var, ribosom var, ribosom var. Bunları sildik. Membranlı quruluşa ona görə A bəndi getdi, C bəndi getdi, D bəndi getdi. Qalır B ilə Y. Bunlarda həmçinin də Y üçün də deyib, üzüm maddə sintezi edir. Bu 3-ə də aiddir. Hüceyrə mərkəzi üzüm maddə sintezi etməyin qabiliyyətinə malik deyil. Ona görə B variantını buradan silirik. Lizosom bir membranlı quruluşa malikdir. Xloroplast həmçinin də üzüm maddə sintezi edir, həmçinin də membranlı quruluşa malikdir. Mitoxondri isə üzüm maddə sintezi etmək qabiliyyətinə malikdir. Onun üçün cavabımız olacaq Y bəndi. 103-cü sualda verilənlərdən hansı A və B-də olub, C-də rast gəlinmir? A və B-də olsun, C-də rast gəlinməsin deyirsə, təbii ki, burada biz götürəcəyik DNT-ni. A-da var, B-də var, C-də bu tütün mozaikasında RNT tərkibidir, DNT-si yoxdur. DNT-si yoxdur yəni. D bəndini götürəcəyik. Amma tütün mozaikasında kirpik də yoxdur. Onsuz da kirpik xlamidamanada da yoxdur. Ona görə götürə bilmərik. Nüvə birinci A-da olmur, bakteriyadır. Zülal hər üçündə var. RNT hər üçündə var. Amma DNT-yə gələndə A-da, B-də var. C-də yoxdur. Cavabımız DNT olacaq. 104-cü sualda deyir ki, hərəkət orqanoidinə malik istənilən bir hüceyrəli canlıda verilənlərdən hansına rast gəlinir? Ribosom var, bəli. Lizosom var, xeyr. Bakteriyada lizosom yoxdur. Plazmatik membran var, bəli. Mitoxondri bakteriyada yoxdur. Hüceyrə mərkəzi bakteriyada yoxdur. Hüceyrə divarı hərəkət orqanoidinə malik bir hüceyrəli heyvanlarda yoxdur. Məsəl üçün, Volvoxda, Evglendə yoxdur yəni. Ona görə cavabımız nə olacaq? 1 və 3 C variantı.
105-ci sualda dənəvər teldə həm üzünü köçürmə, həm də ötürmə prosesləri getdiyini söyləmək olarmı? Üzünü köçürmə transkripsiyadır, ötürülmə transkripsiyadır. Təbii ki, olar. Çünki orada hər iki növ polinukleotidə, yəni DNT və RNT-yə və ribosoma rast gəlinir də. DNT, RNT varsa transkripsiya gedir, ribosom da varsa burada transkripsiya prosesi getmiş olacaq. Cavabımız D bəndi olur 105-ci sualda. 106-cı sualda mitokondri veribdir, müsbət mənfi qoymalıyıq. Transkripsiya baş verir, RNT-si var, stroması yoxdur, transkripsiya gedir. Müsbət, mənfi, müsbət, müsbət bu şəkildə olmalıdır. Yəni cavabımız Y bəndi. 107-ci sualda xloroplastla mitokondriyə nə etməliyik biz? Uyğunlaşdırma etməliyik də. Demək, klorofil pigmentinə malikdir xloroplast. İkimembranlıdır hər ikisi. Hüceyrə tənəffüsünü təmin edir mitoxondri. ATF sintezində iştirak edir hər ikisi. Daxili membranlı qıranlar əmələ gətirir xloroplast. DNT-yə malikdir hər ikisi. Demək, birinciyə 1-5, ikinciyə 3, sonra 2-4-6. 1, 5, 3, 2, 4, 6. Yəni cavabımız Y bəndi oldu. 108-ci sualda uyğunluğu yazırıq. İşıqda oksigen qazı əmələ gətirir xloroplast. İkiyə bölünməklə çoxalır mitoxondri. Hüceyrə tənəffüsünü təmin edir, ikiyə bölünmə yolu ilə çoxalır hər ikisi. Hüceyrə tənəffüsünü təmin edir, demək, mitoxondri. Daxili membranı qırışlıdır hər ikisinin. Daxili membranı kristal əmələ gətirir mitoxondri. Ribosoma malikdir hər ikisi. Deməli, birinciyə 1, ikinciyə 3, 5, üçüncüyə 2, 4, 6 cavabımız Y bəndi. 109-cu sual. Cədvəldə canlılara aid bəzi strukturlar və proseslər əks olunmuşdur. X hansı aləmin bir hüceyrənin nümayəndəsi olsa, onun bütün işarələnmiş kəsişmələri yazmaq olar. Aha. Birinci, hüceyrə divarına malikdir dediyinə görə birincidə. Bax burada. Biz dedik ki, heyvan hüceyrəsi deyil. Virus ümumiyyətlə canlı deyil. Ona görə canlıdır, sadəcə heç bir aləmə aid edilmir də, yəni onu götürmədik. Bunların ikisini götürmədik. Plazmatik membranı var və zülal sintezi gedir. Bu şəkildə. Zülal sintezi gedir. Fotosintez prosesi baş versin deyir. Bax burada. Göbələkləri götürmədik çünki burada fotosintez getmir. Xemosintez prosesi də baş versin deyirsə, demək ki, bu elə bakteriyalar aləmi olmuş olacaq. Yəni C bəndi olacaq 109-cu sualda. 110-cu sualda hansı canlı qruplarının hüceyrələrində mitoxondri ola bilər? Təbii ki, bitkidə ola bilər, heyvanda və göbələkdə ola bilər də, eukaryot orqanizmlərdə 3, 4, 5. 111-ci sualda eukaryot orqanizmlərin hüceyrələrində ribosom rast gəlinir. Sərbəst halda təbii ki, sitoplazmada olacaq, plastidlərdə olacaq, mitoxondridə olacaq, dənəvər endoplazmatik şəbəkənin membranı üzərində olacaq. 1, 3, 4, 5 şəklində cavabımızı qeyd edəcəyik. 112-ci sualda göbələklər üçün doğru kəsişməni müəyyən etmək istəyir bizdən. Nədir burada? Baxırıq ki, hüceyrələr quruluşuna, həyat fəaliyyətinə və material mübadiləsinin gedişinə görə oxşardır. Demək, baxdığımız zaman bu fikir doğrudur da, yəni bütün canlılara aid olan xüsusiyyətdir bu. Sinir və humoral sistemlə tənzimlənir. Bu göbələklərə aid deyil, heyvanlara aiddir. Hüceyrə canlı orqanizmin ən kiçik quruluş və inkişaf vahididir. Bunu göbələklərə aid etmək olar. Hər bir yeni hüceyrə qeyri-hüceyrəvi quruluşu maddələrdən yaranır. Bu yanlış fikirdir. Yəni cavabımız 1 və 3 olacaq burada göbələklərə aid olan fikirlərdən. 113-cü sualda mitoxondri veribdir və deyir ki, şəkildəki orqanoidin xüsusiyyətləri hansılardır? Tərkibində kristlər var, bəli.
Monosaxaridlərin sintezində iştirak edir? Xeyr. Zülal sintez edir? Bəli, ribosomu var. Prokaryotlarda və eukaryotlarda rast gəlinir? Xeyr. Xarici membranı hüceyrə divarıdır? Xeyr. İkiyə bölünməklə çoxala bilir? Bəli. Struktur komponenti tilakoiddir? Xeyr. Ribosomları və DNT-si var? Bəli. Cavabımız 1, 3, 6, 8. Bu şəkildə qeyd eləmiş olduq 113-cü sualı. 114-cü sualda həm eukaryot, həm də prokaryot orqanizmlərdə rast gəlinir. Hüceyrə membranı doğrudur. Formalaşmış nüvə xeyir, Holgi kompleks xeyir, lizasom xeyir, transliyasiya və transkripsiya. Cavabımız 1, 2 və 4 olaraq götürüləcək. 115-ci sualda həm prokaryot, həm də eukaryot orqanizmlərdə rast gəlinir. Xloroplast xeyir, RMT bəli, fotosintez bəli, ribosom bəli, mitoxondri xeyir, endoplazmatik şəbəkə xeyir. Cavabımız 2, 3, 5 olaraq götürüləcək. 116-cı sualda hüceyrə nüvəsi üçün verilən mülahizələrdən doğru olanı müəyyən edin. Bütün hüceyrələrdə sayı təkdir? Xeyr. Membranda 4 lipid qatı var? Xeyr. 4 lipid cərgəsi var. Daxilində yalnız 4 növ nukleiddə rast gəlinir? Xeyr. 8 növ nukleiddə rast gəlmək olar. Daxilində ribosom hissəciklərinə rast gəlinə bilər? Doğrudur. Bəzi eukaryot hüceyrələrdə olmaya bilər. Bu da doğrudur. Məsəl üçün, yetkin eritrositlərdə falan olmaya bilər. Ona görə də cavabımız elə bizim nə götürüləcək? 4 və 5. Elə bildim 6 da var. Ona görə yuxarıya qalxırdım. Cavabımız 4 və 5 oldu. 117-ci sualda şəkildəki orqanoidin xüsusiyyətləri hansılardır? Xloroplastdır bu. Daxili qırışları kristalloqran adlanır. Daxili membranlarda potensiallar fərqi yaranır. Bəli, fotosintez zamanı. Daxilində membransız orqanoid rast gəlinir. Doğrudur, ribosoma rast gəlinir. 3 aləmin çox hüceyrələrində rast gəlinir. Xeyr, 1 aləmin çox hüceyrələrində yalnız ali bitkilərə xasdır. Ona görə ancaq bitkilər aləmində nukleotidlərin bütün növlərinə rast gəlinir. Doğrudur, 8 növ nukleotidin hamısı var. Monosaxarid sintez olunur. Bu da doğrudur. Cavabımız 2, 3, 5, 6. Glukozanı sintez edir də. Bu şəkildə qeyd eləmiş olduq. Gəldik 118. Hansı bənddə verilmiş hüceyrələrdə hərəkətə xidmət edən ən qədim orqanoid var? Yəni qamçı var demək istəyir. Qamçı bax məsəl üçün 7-də var, 6-da var, 8-də var. Fisioda. Xlamidamanada yosunudur 7, 2 ədəd qamçısı var. 6 yaşıl evqineynadır. 1 ədəd qamçısı var. 8 spermatozoiddir. 1 ədəd qamçısı var. Ona görə cavabımız 6, 7, 8. 119-cu sualda daxili möhtəviyyatı sitoplazma ilə 4 lipid cərgəsi ilə ayrılan bütün orqanoidlər, yəni 2 membranlı quruluşa malik olan orqanoidlər. 2 növ polinukleiddə malikdir. Mitoxondriyada da, plastidlərdə də 2 növ polinukleid var. Lizosom əmələ gətirir? Xeyr. Zülal sintez edir? Bəli, hər ikisinin ribosomu var. Transkripsiya prosesini icra edir? Bəli, hüceyrə daxili həzmdə iştirak edir? Xeyr. Cavabımız demək 1, 3 və 4 şəklində götürüləcək. 120-ci sualda ali bitki hüceyrəsində 8 növ nukleotid, 5 növ azotda əsasən malik olan orqanoidləri müəyyən edin. Bu mitoxondridir və plastidlərdir. Yəni cavabımız 1 və 4 olmuş olacaq. Çünki onların tərkibində həm DNT, həm də RNT var. 121-ci sualda deyir ki, verilən hüceyrələr üçün ortaq olmayan xüsusiyyəti müəyyən edin. Bu bitki hüceyrəsidir. Bu da heyvan hüceyrəsidir. Bunlar üçün ortaq olmayan fikri istəyir. Hidrogen protonlarının daxili membrandan xaricə keçməsi. Aha, bu xloroplastda olur. Fotosintez prosesi zamanı xloroplastda olur. Xloroplasta baxdığımız zaman
Ancaq ali bitki hüceyrələrinə xasdır da, yəni heyvan hüceyrələrinə xas deyil. İkinci fikirdə polisaxaridləri sintez edən hüceyrə orqanoidlərinin olması. Polisaxaridləri sintez edir Holgi kompleksi və hamar endoplazmatik şəbəkə. Bu hər ikisində var. Polinukleotidlərin sintezi bu da təbii ki, hər ikisində gedə bilər. DNT-dən DNT, DNT-dən RNT-nin sintez olması hər ikisində yəni bu proses gedə bilər. Genetik koda malik olması, yəni hər ikisində DNT olduğuna görə həm bitki hüceyrəsində, həm heyvan hüceyrəsində onda tripletlər də olacaq. Yəni genetik kodlarda olacaq. Stokinez zamanı sitoplazma xaricdən daxilə ayrılması bu heyvan hüceyrəsində boğumlanma ilə gedirdi. Bitki hüceyrəsində amma bölünmə lövhəsi yaranır ki, Holgi kompleksi vasitəsilə. Ona görə ortaq olmayan fikir 1-dir, 5-dir və 6-dır. Bu şekilde götürmüş olduk. 122. sualda. Mitoxon biridir membranlarındakı lipid cərgələrinin sayı A veribdir. 4 dənədir. 2 membranlı olduğuna görə hüceyrədə endoplazmatik şəbəkənin növ sayı 2 dənədir. 4-ün üzərinə 2 cavab elədi 6. Hüceyrədə endoplazmatik şəbəkənin növ sayı 2 dənədir. Leykoplastın membrandakı lipid cərgələrinin sayı 4 dənədir. A plus B-nin cəmi olacaq 6. Gəldik 124-cü suala. Bakteriya hüceyrəsi dedir. Bölünməsinə sərf olunan zaman 1 saatdır. Bakteriyaların başlanğıc sayı 8-dir. Əmələ gələn bakteriyaların sayı A-dır. Və bakteriyaların hər 20 dəqiqədən bir bölünür deyir. 8 bakteriya 20 dəqiqədən sonra olacaq 16. 2-yə bölünməklə çoxalır da. 16 bakteriya 20 dəqiqədən sonra olacaq 32. 32 bakteriya 20 dəqiqədən sonra olacaq 64. Olacaq 64. 1 saatımız keçdi də 3 dənə 20 dəqiqə. Düzdür. Demək A-nın qiyməti bərabərdir 64-ə. 2 A-nın da qiyməti nə olacaq? A-nı yerinləndə olacaq 128. İndi deyir ki, başlanğıc bakteriyanın sayı 2-dirsə, 128 bakteriyanın əmələ gəlməsinə nə qədər vaxt sərf olunur? Nə edəcəyik? 2-dən bölə-bölə gedəcəyik də, yəni. 2 bakteriya 20 dəqiqəyə olacaq 4. 4 bakteriya 20 dəqiqəyə olacaq 8. 8 bakteriya 20 dəqiqəyə olacaq 16. 16 bakteriya 20 dəqiqəyə olacaq 32. 32 bakteriya 20 dəqiqəyə olacaq 64. 64 bakteriya da 20 dəqiqəyə olacaq 128. Oxların üstünü sayanda 6 dənə 20 var. Bu deyilir 120 dəqiqə. 120 dəqiqəni də saata çevirəndə olur 2 saat bizim cavabımız. 125-ci sualda yenə bakteriyaların başlanğıc sayı verib 16 1 saat ərzində bölünüb. 16-dan 20 dəqiqə ərzində yaranacaq 32. 32-dən 20 dəqiqə ərzində yaranacaq 64. 64-dən də 20 dəqiqə ərzində yaranacaq 128. 2A-mız 128-dirsə, A-mız nəyə bərabər olacaq? 64-ə. Bir başlanğıc bakteriyadan 64 bakteriyanın əmələ gəlməsinə neçə saat vaxt sərf olunacaq? Baxırıq indi burada. Birindən x-i, x-indən 4-ü, 4-ündən 8-i, 8-indən 16-sı, 16-sından 32-si, 32-dən də 64-ü. Oxların hər birinin üzərinə 20 dəqiqə yazsam, görürəm ki, nədir? 6 dənə 20 dəqiqə var. 6 dənə 20 dəqiqəmiz nə eləmiş olacaq bizdə? 120 dəqiqə eləyəcək və cavabımız olacaq x-in qiyməti x bərabərdir 2 saat. 126-cı sualda ekaryot bir hüceyrənin malik olduğu orqanoidlərin sayının faizlə miqdarı göstərilmişdir. Bu hüceyrə haqqında verilən fikirlərdən neçəsi doğrudur?
Yazıb ki, yalnız 65% orqanoid üzüm maddəsini tez edə bilir. Mitoxondri üzüm maddəsini tez edə bilər, xloroplast üzüm maddəsini tez edə bilər, ribosom üzüm maddəsini tez edə bilər. Hətta Holgi kompleksi də karbohidratları, yağları sintez edə bilir. Ona görə bu fikir səhvdir. Membransız orqanoidlər 20%-dən azdır. Xeyr, bu fikir də doğru deyil. Ribosom ilə 20%-dir. Digər orqanoidlərin içərisində də hüceyrə mərkəzi var. 20%-dən çoxdur olmalıydı. ATF sintezi 30% orqanoiddə gedir. ATF sintezi həm mitoxondriyada, həm də xloroplasta gedir. Ona görə 60%, 65% olmalıydı. İki membranlı orqanoidlərin miqdarı 50%-dən çoxdur. Bəli, 30% mitoxondriyada ilə 35% də xloroplastdır. Yəni ən azından 65% var. Bu da 50%-dən çox edir. Orqanoidlərin yalnız 20%-də zülal sintezi gedir. Xeyr, mitoxondriyada da, xloroplastda da, ribosomda da zülal sintezi gedər. Ona görə bu fikirdə səhvdir. Görək yenə var. Yox, yoxdur. Elə fikirlərdən neçəsi doğrudur? Biri. Fikirlərdən sadəcə biri doğru olmuş olacaq. 127-ci sualda deyir ki, ekaryot bir hüceyrədə işarələnmiş A molekulu X, Y, T, Z istiqaməti üzrə neyniyib yerdəyişmə edərsə, X orqanoidinin daxilindən, yəni mitoxondrinin daxilindən Z orqanoidinin daxilinə nəql olunana qədər müvafiq olaraq bu orqanoidlərə məxsus neçə lipid qatından keçəcək? Və deyir ki, A molekulu yerdəyişmə zamanı Y, Z, T-yə bilavasitə sitoplazmadan daxil olur. Y, Z, T-yə bilavasitə sitoplazmadan daxil olur. İndi X molekulu mitoxondridir. Buradan deyir, mitoxondrinin 2 dənə membranı var. Y endoplazmatik şəbəkədir. Burada bir membran var, oldu 3 membran. T Holgi kompleksidir. Burada nə var? Bir membran var, oldu 4 dənə membran. Z də lizosomdur. Burada da bir membran var. Cəmi neçə membran olur? 5 dənə membran olursa, demək ki, nə eləmiş olacaq? 5 dənə qatdan keçmiş olacaq. 5 dənə lipid qatından keçmiş olacaq. 2 mitoxondridən, düzdür? 2 mitoxondrindən sonra bir dənə dənəvər endoplazmatik şəbəkədən, bir dənə Holgidən, bir dənə də lizosomdan. Cavabımız olacaq 5 dənə. 128-ci sualda uyğunluğu müəyyən edin. Müxtəlif ölçüyə malik 2 hissəcikdən ibarətdir. Ribosom 1-ə B. Bir membranlı quruluşa malikdir. Demək, Holgi kompleksi 2-yə Y. 2-yə bölünmə yolu ilə çoxala bilir mitoxondri və xloroplast. A və C-ni də burada götürəcəyik. 1-ə B, 2-yə Y, 3-ə A, C. 129-cu sualda. Bir membranlı quruluşa malikdir. Hamar endoplazmatik şəbəkə və Holgi kompleksi 1-ə aiddir. A-nan Y. Bir-birinə perpendikulyar yerləşmiş cisimciklərdən təşkil olunmuşdur. Hüceyrə mərkəzidir. Qeyri-üzüm maddələrdən üzüm maddələri sintez edir. Bu da xloroplasta aid olan bir fikirdir. 130-cu sualda demək, bir nədir? Polipeptiddir, yəni zülaldır və transilyasiya nəticəsində zülallar yaranır. 1-ə aid olacaq CD. 2 lipiddir.
və lipid biopolimer deyil. Ona görə 2-yə aiddir B. 3 karbohidratdır. Karbohidratdır, yəni polisaxarid şəklində götürə bilərik. 3-ə də aiddir A. 131-ci sualdır. Sadədə mürəkkəbə doğru ardıcılığı müəyyən edin. Burada baxırıq, ən kiçik olanımız nukleotiddir. Ən sadə quruluşa malik olan. Nukleotidlər birləşib tripletləri, tripletlər də birləşib geni əmələ gətirər. Genlər birləşərək DNT-ni yaradar. DNT zülalla birləşən xromosomu yaradar. Xromosomlar nüvədən kiçikdirlər, yəni nüvənin tərkibindədirlər və nüvə də hüceyrənin tərkibindədir. 132-ci sualda da mürəkkəbdən sadəyə doğru yerləşmə ardıcıllığı ilə düzün. Yenə hüceyrə ən mürəkkəbidir. Onun daxilində nüvə yerləşir. Nüvənin daxilində xromosom, xromosomun daxilində DNT, DNT-nin daxilində gen, genin daxilində nukleotid yerləşir. Bu şəkildə qeyd elədik. Belə, əzizlərim, bu dəfəki test izahlarımızdan bu qədər. Sağ olun. İnşallah növbəti izahımızda virusları da qeyd eləmiş olacağıq. Hələlik.